Bəli, nəhayət ki, əməliyyat oldum. Uşaq yaşlarından gözümün zəifliyinə görə həyatıma eynəklə başlayıb, bu yaşıma qədər də eynəklə davam eləmişəm. Düzdür, hər gün, hər saniyə taxmasam da, əsasən ekrana baxanda, iş görəndə eynək mənim əsas dostuma çevrilmişdi. Lakin son illər gözümün daha da zəiflədiyini hiss elədim. Nəinki harasa baxmaq, bir insanı belə seçəndə gözümü qıymağa başlayırdım. Uzağı görmək, yaxın məsafədəki uzağı görmək belə mənim üçün çətinləşirdi. Bu da mənim işimə, gündəlik fəaliyyətimə mənfi təsir göstərirdi. Ona görə ilin ortasına qərar verdim ki, mən əməliyyat olmalıyam. Düzdür, biraz çəkinirdim, qorxurdum, amma prosesin o qədər ağrılı və çətin keçməyəcəyini də bilirdim. Atam-anam həkim olduğuna görə mənim əlavə həkim axtarmağıma ehtiyac olmadı. Onların sayəsində Qurban həkimlə tanış oldum və ilk müayinəyə getdim. Həkimin mənə dediyi ilk cümlə isə bu oldu ki, əgər gözünün divarları, gözünün qişasında və yaxud da dərinliklərində bir zəiflik, problem varsa, sənə əməliyyat tövsiyə olunmur. Mən də müxtəlif aparatlardan keçdim, dərman müayinələrindən keçdim və nəticə etibarilə əməliyyata uyğun olduğum bilindi. Amma ilk müayinədə eşitdiyim bu xəbər çox pis idi. Gözüm 5% görür.